11-ci testin izahına baxaq. Bir də positive case, ismi yəlik halı. A variantı doğru cavabdır. Today, tomorrow, yesterday apostrof S olacaqdır. A doğrudur. B variantında apostrofdan sonra very gəlibdir. It is yəlik deyil. To be going to ifadəsi yəlik deyil. Apostrofdan sonra got gəlib yəlik deyil. Düzgün cavab olacaqdır A variantı. 2-də United States, State, Emirates, Kingdom, Republic sözləri olarsa, ölkə adları D artiklı ilə işlənəcəkdir. Birinci tərəf D artiklı, ikinci tərəfdə də yenə ölkə adı gəlibdir. Ölkə adı istisna deyil, demək boşluq olacaqdır. D variantı artiklsız işlənəcək. 3-də to give, vermək, someone, kiməsə, something, nəsə. Hansı ki, baxın, təyin edibdir. They need or want, onların ehtiyacı olan və ya istədikləri nə isə kiməsə vermək. Yəni, həmin insanı təmin etmək, provide olacaq, təmin etmək D variantı. 4-də baxaq. Only-dən sonra a few, a little gələcəkdir. C və D variantı qaldı. Mistakes cəmdədir. Cəm isimlərlə a few olacaq, C variantı. 5-də definition'da invent ixtira etməkdir. İxtira edirəmsə, to create something new, yeni bir şey düzəldirəm. Invite dəvət etməkdir. To ask somebody, kimləsə xahiş etmək, to come gəlməsini, bu dəvət etməkdir. Refuse də rədd etməkdir. Not to take, götürməmək. Something that is offered, təklif edilən. Təklif edilən nə isə qəbul etməmək, yəni rədd etmək, refuse. Bu da olacaq D variantı. 6-da modaldır, modal verb. Boşluqdan sonra to gəlibdir. Must to ilə işlənməz, can to ilə işlənməz, has, have, had ilə to'nun arasına söz girməz. Qalır cavabım D variantı. 7-yə gəlirik. Wrong, yanlış deməkdir. My trousers are, S veribdir, cəmdədir, bəli, cəm mübtəda, cəm xəbər. English are heard all over the, eşidilir deyir, İngilis dili. İngilis dili dildir, təkdir, təkdirsə are yox, is olmalıydı. Doğru cavab B-dir. Digərlərinə baxaq. Hikers often stop. Hikers cəmdədir, stop cəmdədir, doğrudur. Both or both and, xəbər həmişə cəmdə olur, give cəmdədir, doğrudur. In sözündən əvvələ baxıram. Everyone təkdədir, is təkdədir, doğrudur. Bizdən wrong, yanlışı soruşur, B variantı. Sonra enter, daxil olmaq, boşluqdur, sözünü almayacaqdır. The University of Cambridge, hər ikisində eynidir. Sona baxıram. Last, next, every, bunlarla sözünü işlənməyəcəkdir. Olacaqdır boşluq, E variantı. 9-da baxıram variantlara, görürəm ki, let, make varsa, demək ki, kompleks obyektdir, mürəkkəb tamamlıqdır. To gəlibdir, demək mənə 3-cü qrup lazımdır. Let, make birinci qrupdur, to istəmir. Make birinci qrupdur, to istəmir. Və yadda saxlayırıq ki, iki feilin arasında, baxın, bu birinci feilimdir, bu da ikinci feil. İki feilin arasında adlıq olmaz. Ay getdi, obyekt olmalıdır, B variantı. Onda axırda söz önü gəlibdir. Söz önü ilə birləşən who, what olacaqdır. Burada da E variantı. Aha, 11-də scientist alimdir. Studies new sciences, elə C variantı. Nephew, bacıoğlu, qardaşoğlu, son of your brother or sister, 2-yə B. Stranger-da, stranger, qərib. A person that you don't know, sən tanımırsan, tanımadığımız adam. Bir saniyə, mən cavabı düz deyib, variant olaraq səhv işarələdim burada. Scientist-də C bəndi dedik. Nephew, A, çaşıb B yazmışam. Stranger-a da B. 12-də when gördüm. Bağlayıcı görmüşəmsə tərəflər uzlaşmalıdır. İndiki bitmiş keçmiş olmaz. Yalnız o halda olar ki, since-lə bağlansın. İndiki bitmiş keçmiş olmaz. Yalnız o halda olar ki, since-lə bağlansın. When-dən if-dən sonra birbaşa gələcək gəlməz. Qalır cavabı M variantı. Ümumiyyətlə zamanlar işləyəndə ən rahat yolumuz odur ki, bağlayıcını görürəmsə tərəflər mütləq uzlaşmalıdır. 13-ə gəldim.
İkinci tərəfdən gedim. House isimdir. İsimli yiyəlik lazımdır. Hours sonunda s var, isimli deyil. Mind isimsizdir. 1, 3, 5. Yenə də birinci tərəfə baxaq. Expect-lə to invite 2 feil gəlib. Ortada obyekt əvəzlik gəlməlidir. As obyekti 1, me obyekti, bir də 5, 1, 3, 5.